Bax hal-hazırda gördüyünüz qarşıda belə deyək, dəfnə gedilən maşındır. Həmdullah kişinin son mənzilə yola salınır. Bax insanın hamı varlı, imkanlı, milyoner, nə bilim göydə samolyotla uçanlar da bilsin ki, insanın axırı bax. O qazeldə gedən bax mafanın içində axırda gedəcəksən, geci tezi. Ona görə bu yaşadığımız dövrdə çalışağın, can deyib can işədəyin. Ürəyimizdə xainlik olmasın, kiminsə ayağının altını qazmayağın, nəm kiminsə haqqına girməyəyin, yalandan kiminsə şantaj etməyəyin. Bax bu günləri kişi kimi, kişinin oğlu kimi, kişi kimi yaşayağın. Yıxılana əl uzadağın, xəstələrimizə dəstək olağın. İmkansızların yanında olağın, şəhid ailələrin yanında olağın, şəhid ocaqlarını ziyarət edəyən. Çünki haqları boynumuzdadır. Bu günləri vəsvəsindən asılı olmayaq, hər bir insan dünyasını dəyişəcək. Bax dediyimiz kimi, göstərdiyimiz kimi o mafanın içində son mənzilə yola salınacaq. Ancaq hələ bilinmir ki, hər bir insan o mənzilə getməkdən sonra o mafiyaya qismət olacaq, olmayacaq. Ona görə çalışağın, xeyirxah əməllərlə məşğul olağın. Bəzi ağzı göçəklər kimi ağzımıza gələnin danışmayağın, kiminsə haqqına girməyən, yalandan eləmədiyi şeyləri boynuna qoymayağın, kiminsə yalandan söyməyəyin, kiminsə yalandan nəsə şər atmayağın. Ona görə axırı bax son mənzilə o mafanın içində gedəcəksən. Allah şəhidlərimizi rəhmət, qazilərimizə şəfa, veteranlarımıza can sağlığı və bu gün Həmdullah kişinin son vidalaşma mərasimidir. Allah ruhunu şəhid. Allah bu qardaşımıza da çox sağ ol deyirik. Rəhmət eləsin. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı, ölənlərimizə də ruhu şad olsun. Var olasın. Təşəkkür. Allah rəhmət eləsin Əli. Allah rəhmət eləsin.